Qurbanəli bəy hansı kənddən idi? Qapazlı kəndinə. Aha, kəndin də adından bəlli olduğu kimi, yəni orada bir çox incə bir şey var, nüans var. Qapazlı kəndi. Bəli, Qurbanəli bəyin nökərinin adı nə idi? Kərbəlayza. Kərbəlayza. Qurbanəli bəy hansı rəqsi oynamaq istəyirdi? İcazə vermirlər. Heyvacılı. Tərəkəməni. Yox, bir də avar rəqsi. Saydım bütün rəqslərin hamısını saydım. Avar rəqsi oynayırdı. Qarabağda avar rəqsi oynayırdı. Fikirləş bir dənə. Yadına sal. Geçen ders demiştim. Uzundərə. Deyir havamı çal, Uzundərə oynayacağım. Tərəkəmə yeni Uzundərə bilməyiz. Hə. Heyva gülü, tərəkəmə, avar rəqsi hamısını saydıq. Digər rəqslərin adı yadımdan çıxdı. Onları da sayardıq. Uzundərə oynamaq istəyir. Deyir ki, mən çal mənim deyir. Uzundərə rəqsimi oynayacağım. Deyir xanımlarım sonra oynayarsan. Deyir yox yox çal oynayacağım. Sonra üstə qışqırırlar ki, xanımların başına səs düşür də oynama. İcazə vermir pristav. Pristav icazə vermir deyir. Sonra pristav icazə vermir. Naçalnik deyir oynama. Ona məhəl qoymur. Artıq pristav deyəndən sonra. Pristav deyir ki, oynamada xanımların başı ağrıyır. Bəli. İçki məclisi olur. Şərəfə deyirlər. Xanımın ad gününü təbrik eləyirlər. Balaca, indi burada yanımda heç nə yoxdur göstərim. Balaca bir qabda araq içirlər ki, təbrik eləyirlər də, şərəfə deyirlər belə elə. Qurbanəli bəy yekəxanalıq eləyir. Deyir ki, bu nədir deyir. Bu qabda iynə tikənə barmaq taxılan bir əşya var. Mənim üçün heç nədir. Ay Allah, adı nə? Qabda arağı süzüb qoyurlar içinə. Bu içməyə deyirlər ki, sən içki içsən deyirsən. Deyir içki içsənəm, amma yəni bu qab mənim üçün azdır. Pristavın da arvadı gəlir böyük bir stəşanda, yəni qabda töküb verir içki. Bakalda. Doğru. Şeyin adını axtarıram. O iynə barmağa taxılanda iynə dəyməsin deyə şeyin əşyanın adı nə idi? Deyir bu mənim üçün stəkana baxır, oxşatma eləyir. Yadımdan çıxdı. Ay Allah, nə idi onun adı? Deyən dedim. Hə, üskük, üskük. Deyir ki, bu mənim üçün üskükdür. Yəni barmağa taxılan balaca bir şeydir. Gözə şəklini göstərdim sənə üskükün. Bir dəqiqə. Üskük. Bax, üskük budur. Balaca bir şeydir. Bu dərzlərdə olur ən çox. Barmağı taxırsan bunu, iynə sənin barmağına batmasın deyə. Deyir ki, bu üskükdür deyir. Bunda deyir, araq içərlər. Mənə deyir, yekə qab gətirin. Ruslar da baxır ona gülür ki, sən nə danışırsan da, yəni piyan olacaqsan. O deyir, yox mən içəcəm, mənə heç nə olmaz deyir, təsir eləməz bu qab. Şey gətirirlər, böyük, sən də danışdın, düz deyirsən, qab gətirirlər, süzürlər arağı, içir. Kimə zorla içki çizdirmək istəyir? Nökərinə, amma o da içmir, Kərbəlayzala. Deyir, mən namaz qılan adamam, hara içəcəm onu? Amma məcbur rəqs elətdirir. Bəli, məcbur rəqs elətdirir. Yaltaqlığından eləyir də, yəni qapazlı olduğunu göstərir. Yaxşı. Arvadı qısqanır. Nə sual verir? Kimə sual verir? Qurbanəli bəy gəlir içkili vəziyyətdə axşam evə. Nökərinə sual verir ki, kim var idi, yəni orada xanımlar var idi, xanımlar məclisi idi. Nökər də cavab vermir buna. Yəni heç nə bilməmiş kimi davranır. Deyir, nə geyinmişdilər? Qısqanır da, deyir, nə geyinmişdilər? Əslində qısqanclığı həm ərinə qarşı idi. Bəli, bəli. Həm arvadının əslində, yəni yoldaşının qısqanclığı həm Qurbanəli bəyə qarşı idi. Həm də oradakı xanımlara qarşı deyir, nə geyinmişdilər? Qadın xislətdir, soruşur, nə geyinmişdilər? Qəşəng idimi paltarları? O da cavab vermir təbii ki. Qurbanəli bəy deyir ki, mənim aşpazım var. Çox qəşəng yeməklər pişirir. Siz bizə qonaq gəlin. Mənim aşpazım kim? Filan kəs kim? Yəni içkili olur, yəni bilmir nə danışır da belə deyək. Aşpazın adı. Amma onlar gələndən sonra oje ayıq olur. Yəni yuxudan oyadılar. Yəni xatırlamır nə dediyin. Bəli. Aşpazın adı? Əli. Əli. Deyir, mənim aşpazım Əli çox qəşəng aş pişirir, plov pişirir. Gəlin bizə. Sonra, amma onlar plov üçün gəlmirdilər. Nə üçün gəlirdilər? Əsas qonaqların gəlmək məqsədi nə idi? Əsas gəlmək məqsədi yəni atlara baxmaq. Ay sağ ol, atlara baxmaq. Onlar yeməyə gəlmirdilər. Onlar ata baxmağa gəlirdilər. Hə. Yəni sənin sonunda da atlara baxmağa içəri girmək istəyəndə Qurbanəli bəy orada gizlənmişdi. Orada gülüş edəcək. Bəli, bəli.
yatıb qalır. Şeydir, kənd əhalisi bu məclisə baxmaq üçün hara çıxırdılar? Kənd əhalisi. Ad günüdür də. Ad gününə baxmağa hara çıxırdılar? Həyətdə. Cəmaətin yarısı deyir ki, kəndin deyir kənara çıxmışlar, təpələrə dırmaşmışlar. Konkret cümlə var. Təpələrə dırmaşırlar. Bax bu yığışıb baxmaq məsələsi Qurbanəli bəydə də var. Biz sənə inşallah keçəcəyik. Əhməd Cavadın Səsli qız poemasında da var. Evlərin damlarında insanlar, axı məğlub hökmdar var, bir də qalib hökmdar var. Bax, biraz dərsim haşiyə çıxır, amma inteqrasiya eləməliyəm bunu. Səsli qız əsərində qalib hökmdar gəlir, inşallah keçəcəyik bunu. Qalib hökmdar gəlir ki, məğlub hökmdardan taxtı tacı alsın da, cəmaət da buna baxmaq üçün evlərin üstünə çıxıb baxırlar gələn hökmdara, bu gələn qoşuna. Yenə burada da Qurbanəli bəydə isə cəmaət təpələrə çıxır baxmağa. Ya kəndin ətrafına çıxırlar, ya da ki yüksək bir yerə çıxırlar ki, məclisə baxa bilsinlər, yəni yuxarıdan aşağı. Təpələrə çıxmışdılar. Bu sual düşə bilər, yəni düşmüşdü də bir dəfə deyəsən testlərin birisində. Aha, deyir pristavın həyətində it Yasin tanımırdı, qonaqlar çox idi. Hətta bir cümlə var, deyir it Yasin tanımırdı. Qonaqlar çox idi və kənd əhalisi bu məclisə baxmaq üçün uzun hündür yerə, yəni təpələrə çıxmışdılar. Yaxşı, çox yaxşı. Mən bunu çox bəyəndim. Hə, bir də bir şey sual verim. Burada Qurbanəli bəy rus dilində olan ifadələri işlətməyə çalışırdı, meyillilik eləyirdi. Niyə? Çünki özünü yəni elə göstərmək istəyirdi ordaşlara ki, güya rus dilini bilir. İndi yenə bir şeyə çıxaq, müqayisə eləyək. İndi özün belə cool göstərmək üçün əyri-əyri türk dilində danışanlar o vaxt əyri-əyri rus dilində danışırmışlar. Yəni dövr dəyişsə də, düzgün ifadələr deyildi. Bəli, yəni dövr zaman dəyişsə də insanlarımız yenə də öz qapazlı olduqlarını göstərdirlər. Belə, mən çox razı qaldım Qurbanəli bəydən, əla, çox gözəl. Bununla bağlı başqa bir sualım yoxdur. Sənin mənə sualın var? Xeyr, mənim. Çox yaxşı.